Kimin haqqına girmisən, ondan halallığın almayınca sən heç meşiddən çola çıxma, heç Kəbədən çola çıxma, sənin bağışlanmaya çatmağın imkansızdır. Çünki bağışlanmaya çatmanın mənəvi elmi göstəricisi şəxsdən halallıq almalıdır. Bu bir. Mən misal olaraq bunu demişim. Necə tibbdə bu qayda var, mənəviyyatda da bu qayda var. Və bütün bunları bizə insan təkamülü cəhətindən öyrədən bir şəxsiyyətin, şəhadətinin qeyd olunması üçün biz otururuq, məclis qururuq, əynimizə qara geyinirik, əzadarlıq eləyirik. Dedim də, əzadarlıqda da diqqət etmək lazımdır. Tərzinə, üslubuna, formasına, mərsiyəsinin də, sinə vurmasının da, osunun da, hər şeyinə diqqət etmək lazımdır.